izah eləmək üçün. Bir daha hər birinizin axşamı xeyir olsun. Xoş gördük sizləri. İnanıram ki, həm sizlər üçün, həm bizlər üçün də bu canlı dərsimiz faydalı olar. Olsa hər imtahan öncəsi biz canlı dərs olaraq bütün dostlarımızın faydalanması üçün belə bir marafon təşkil edirik. Qeyd edim ki, siz bu marafonda qəbula düşmüş və düşə biləcək sual tipləri ilə tanış ola bilərsiniz və ən əsası da bir çox tələbələrin qəbulda rastlaşarkən çətinlik çəkdiyi sual tipləri olur ki, çalışırıq onları daha çox üzərində fokuslanaq ki, hər kəs onu öyrənə bilsin. İndi sizlə bərabər son zamanlar tələbələrin böyük əksəriyyətinin ən çox çətinlik çəkdiyi mövzu olan və tələbələrin çoxsunun hələ də başa düşməkdə biraz israrcı olduğu həmin o mövzudur. İstədim saat məsələsindən başlayayım. Bugün sizə bir neçə dəyərli mövzular var. Onunla bağlı məlumat verəcəm. Onlardan biri də həmin bu saat məsələsidir. Qeyd edim ki, 2023-cü ilin mart ayında keçirilən dövlət qulluğunun günorta imtahanında qəbula düşmüşdür bu saat məsələsi. Dərəcə ilə bağlı idi. Qeyd edim ki, burada əsasən bu kimi sualların izahı sırf imtahana özü hazırlaşan, bazası olan və plus saatın nə olduğunu bilənlər üçün daha aydın olacaqdır. Bununla bağlı bizim belə bir izahımız da var geniş formatda saatla məsələ ilə bağlı. Ona da baxa bilərsiniz. Aşağıda link yerləşdirəcəm, ona da baxarsınız hər ehtimala qarşı. Amma qeyd edim ki, kənardan baxdığınız zaman siz əgər saatın və dəqiqanın bucaqlarını bilmirsinizsə, bu misal sizin üçün bir balaca çətin ola bilər. Mən ilk olaraq nəyə diqqətinizə çatdırım? Birincisi bunu anlasaq, dərəcə nədir, dəqiqə nədir, saat nədir? Birincisi qeyd edirəm, sağ tərəfdəki sizin üçün aydın olsun. Bax, dəqiqə əqrəbi 1 dəqiqəyə 6 dərəcə hərəkət edir. Saat əqrəbi isə 1 dəqiqə ərzində hərəkəti 0,5 dərəcədir. Yəni biz insanlar necə ki hərəkətimizi metr, kilometr və sair ölçü vahidlərini ifadə ediriksə, bu da dəqiqanın dərəcə ilə ifadəsidir. Qeyd edim ki, bu misala ilk baxışdan saat 16:00 göstəribdirsə, yəni dəqiqə əqrəbi daha sürətli olduğu üçün hər dəfəsində gedir saat əqrəbinə çatır və onu ötüb keçir. İlk olaraq bilməli olduğunuz əsas nüans nədir bu misalla bağlı? Birincisi, verilən misalda yazacaqsınız burada dərəcə, saat və dəqiqə əqrəbi arasında olan. Bax, saatla dəqiqə əqrəbi arasında olan dərəcəni tapanda, mən niyə bu 16:00-dan başladım? Gəlin, ən sadəsindən başlayayım. Bu 16:00 biraz uzundur. Ən sadəsi, bu son keçirilən, qəbulda düşən sualdır. Burada da yazıb saat məsələsi 13:00 göstərir. Saatın dəqiqə əqrəbi var. Mən bayaq ekranın aşağı hissəsində qeyd etmişdim. Dərəcə ilə bağlı olan hərəkətin sürəti və s. Bu hissəni silim. Bizə biraz geniş sahə lazımdır. Aha. Demək, mənim ilk işim nədir? Ən sadə misalın üzərindən keçdireyim, başa salım sizi. Daha sonrasında digər misala da sizinlə bərabər baxarıq. Böyük olanda bununla bağlı mənim bir düsturum da var. İstəyirəm onu da sizə təqdim edeyim. Sonra imtahanda düz düstur əzbərləməyə ehtiyac yoxdur. Daha asan yolunu da deyim. İndi ola bilər ki, məsələn, düstur rahat olsa ondan da eləyə bilər. Bax, deyir saat 13:00 oldu. Birincisi saat və dəqiqə əqrəbi arasında olan məsafəni başa düşək. Yəni 13:00 deməkdir ki, sağ tərəfdə çəkilən. Bax, bu gördüyünüz saatdır. Bax, saat əqrəbim hal-hazırda burada 13:00-nun üzərindədir. Dəqiqə əqrəbim isə buradadır. Yəni, saat əqrəbi dəqiqə əqrəbindən nədir? Öndədir. Bura 12-dirsə, bura neçədir? 1. İlk işiniz sizin nədir? Saat və dəqiqə əqrəbi arasında olan vaxtı ölçmək. Bunun düsturu, dostlar, 11 dəqiqə çıxılsın 60 saat bölünsün modulda 2. Və yaxud da ki, verilən misalda, əgər saat bizdə 13:00 göstərirsə, 1 saadım 30 dərəcədir. 2 saadım 60 dərəcə eləyir. Bu, tutalım bilmirsən də 30 dərəcə yaddan çıxıb. Bu düsturu bilsən 11 dəqiqə çıx 60 saat. Verilən saat əgər 12-dən böyüksə, 13-ü yazmırıq. 13:00 bizim bildiyimiz saat 1-dir. Gətirib düsturda 0 yazardım. Yəni, verilən misalda 11 vurulsun 0 çıxılsın 60 vur 1
bölünsün 2 bərabərdir 30. Bu o deməkdir ki, saat və dəqiqə əqrəbi arasında hal-hazırda saat 13:00 olduğu üçün saat əqrəbi dəqiqə əqrəbindən 30 dərəcə öndədir. Dəqiqə 0-dadır. Aşağıda qeyd etmişəm. Dəqiqə əqrəbinin sürəti 1 dəqiqə 6 dərəcədir. Saat əqrəbi 0.5. Mahiyyətini başa düşsək, sonra digər misalı həll edərkən də bizim üçün rahat olacaq. Qeyd edelim ki, dostlar, bu hissəyə qədər izləmişsinizsə, mütləq videonu bəyənin ki, digər dostlarınız da bundan faydalana bilsin. Və bir də kanala abunə olun ki, imtahandan son qalmış sizə bir neçə dəyərli sual göstərəcəm ki, bu suallar da imtahanda sizin rastınıza çıxa biləcək yeni tip suallardır. Bəli, yeni tip suallar. Onları sona qalmış bir neçə gün ərzində sizə təqdim edəcəm. Demək, dəyərli dostlarım, burada indi verilən hissədə yazı B 200 dəqiqə vaxt keçir. Bax, saat 13:01 olanda dəqiqə əqrəbi hər dəfə 0.5 hərəkət eləyir. Bax, bu 0.5. Bu isə 6 dərəcə. Dəqiqə əqrəbi olur 30,5-də. Saat əqrəbi. Dəqiqə əqrəbim isə olur 6 dərəcədə. İndi ikinci dəqiqədə dəqiqə əqrəbim olur 31, saat əqrəbim olur 31-də, dəqiqə əqrəbim neçə olur? 12-də. Deyirik, indi 2-3 dəqiqə vaxt keçir. İndi mən həmin o 2-3 dəqiqəni nəzərə aldım və bu vaxtı buradan keçirdim. Sonra nə yazıb? Deyir, saat əqrəbi isə 2 dəqiqə ərzində sürətini 4 dəfə artırır. 0.5-i 4 dəfə artırsam, bərabərdir 2 dərəcə. Neçə dəqiqəlıq edəcəm prosesi? 2 dəfə, 2 dəqiqə. Üçüncü dəqiqədə dediyi şey edirəm. Olur 33-də. Saat dəqiqə əqrəbi isə öz sürətini gedir 18. Daha sonrasında 4-cü dəqiqədə də o prosesi edirəm. Bu olur 35-də. Bu isə olur 24-də. Artıq 2 dəqiqəlıq etdiyimə görə yenidən qayıdıram öz sürətimə 0.5. Bunu belə hissə yazmaqda məqsədim odur ki, təbii ki, böyük saatlar verdiyi zaman sizin belə bir şey etmə ehtimalınız demək olar ki, çox azdır deyə və vaxtınızı aparar deyə. İndi sizə birazdan daha rahat necə tapmaq olar, bir də düstur necə tapmaq olur, onu da öyrədim. İndi 4 yazılıb dostlar. İndi 5-ci dəqiqədə bu olur 35,5-də. Bu isə olur 30-da. İndi 6-cı dəqiqədə bu olur 36-da. Bu da olur 36-da. Deməli, dəqiqə əqrəbim saat əqrəbimə neçənci dəqiqədə gəlib çatmış olur? 13:06-da. Yox, bu yaman qaranlıq qaldı deyə bəziləriniz bəlkə də düşünür. Bax, gəlin qaydağım bu 32-ci suala 16:00 ilə bağlı. Bax, ilk işim nədir mənim? Bayaq kimi dəqiqə və saat əqrəbini tapmaq. Dostlar, aranızda əgər yazmaq istəyənlər varsa cavablarınızı yaza bilərsiniz bu arada. Görək nə düşünürsünüz sizlər də. Deyir 16:00 göstərir. Saatın dəqiqə əqrəbi. Yazaq. Saatim var, dəqiqəm var. Bayaq dedim 16:00 saat 4 deməkdir. Ya 4-ü vuraram 30-a. Eləyər 120 dərəcə. Bəri başdan eləyə bilərsiniz onu. Çünki niyə? Artıq məsafə artanda arasındakı dərəcəni tapmağınız daha məsləhətdir. Və uyğun olaraq həmin prosesdə mənim edəcəyim ilk şeylərdən biri də indi ya da 11 dəqiqə çıxılsın 60 saat modulda bölünsün 2-dən istifadə eləməkdir. Yəni, aparıb burada yazardım 11 vurulsun 0, çıxılsın 60 vur 4 bölü 2. Yenə deyilir 120. Saat əqrəbi hal-hazırda dəqiqə əqrəbindən nə qədər öndədir? 120 dərəcə. Bu da 0-dadır. İndi saatı belə 16:00 verdiyinə görə artırıb deyə bir tapmaqdansa, bu misalda məsələ nədir? Dəqiqanın saatın indi olduğu dərəcəyə gətirə bilərik. Necə? Bax, dəqiqəm 6 dərəcə sürətlə hərəkət eləyirsə, neçə dəqiqə ərzində saatın indi olduğu dərəcəyə gələr? Yəni, bunu 120 eləmək istəyirəmsə, neçə dəqiqə vaxt keçməlidir? 20 dəqiqə. Yəni, 20-ci dəqiqədə dəqiqə artıq olur 120-də. Amma saat əqrəbi dayanmır. O da özü üçün nə qədər yol gedir? Hər dəqiqədə 0.5 getdiyinə görə 0.5-i də vuraram 20-yə, yəni 10 dərəcə. Yəni 120-nin üstünə 10 gəlsəm 130-cu dərəcədir. Və burada yazı ver, 2-3 dəqiqə vaxt keçir. Mən fikir verin, əvvəldə onu tətbiq eləmədim də o 2-3-ü. Mənim tətbiq elədiyim şey sona yaxın idi. O verilən hissədə də neçədə bu 2-3 dəqiqə vaxt keçmirəm. Neçə dəqiqəlıq deyil? 1 dəqiqə ərzində. Neçə dəfə artsın? 3 dəfə. İndi o 0.5-i 3 dəfə artıraram. Eləyər 1.5.
Mən amma prosesi 1 dəqiqə desə 1 dəqiqə edəcəm, 2 dəqiqə desə 2 dəqiqə. O dediyi prosesi baxın 21 eləyim. 21-ci dəqiqədə bunun sürətini 1.5 dəfə 3 dəfə artıranda olur 1.5 olur 131,5. Onda bu olur 126-cı dərəcədə. Növ 1 dəqiqəlıq elədim o dediyi proses. İndi qayıdıram öz sürətimə. 22-ci dəqiqədə olur bu 132-də. Bu da olur 132-də. Deməli neçənci dəqiqədə gəlib çatdı? 22-dir. Siz bu saat məsələsini digər saat məsələsi ilə qarışıq salmayın ha bu arada. Belə bir şey deyim sizə. Deyə bilərsiniz müəllim, niyə digərindən qarışıq salmayaq? Çünki bu misalda əsas məsələ sırf o bəzi dostlarım var. Deyir məsələn 12-yə bölünəni tapım müəllim, yoxsa 12-yə bölünəni çıxım deyə sual yaranır da istər-istəməz ağlında. Bir də əlavə olaraq indi mən bu hissəyə diqqətlə baxsam, bunu çıxdım, buraya ehtiyac deyil. Bunu düsturla da tapmaq olar bu arada. Düsturu da elə belə özüm üçün buradan yazıram. Şərt deyil hamınız düsturu biləsiniz. Başa düşməyiniz o qədər vacib deyil. Sadəcə orada bəziləriniz üçün rahat olsa düsturunu tapa bilərsiniz. Düstur daha tez tapmağa kömək eləyir bunu. Düstur dostlar y bərabərdir 5.5 dəqiqədir. Sol tərəf saata aiddir. Sağ tərəf dəqiqəyə. 5.5 isə bu 6 dərəcə və 0.5 dərəcə arasında olan vaxt. Bu düsturun ispatı var. Sadəcə olaraq sizə o qədər maraqlı olmadığı üçün onu demirəm artıq. Və əlavə olaraq qeyd edeyim ki, məsələn bu hissəni yazdın. Y-i tapmaq, y bayaqki dərəcədir. Saatın dərəcəsi 120 bərabərdir 5.5 dəqiqə. Üstə gələk əslində 6A-dır burada. 6A-nı da yazım. 6A nə deməkdir? Yəni dəqiqanın hər bir dəqiqəyə hərəkət elədiyi vaxtı. Burada neçə dəqiqə deyir dostlar? 1 dəqiqə. Həmin o 1 dəqiqanı dəqiqə yerində boş qalmır. Bunun üzərinə gəlirəm. 1 vurulsun 6-nı. Sol tərəfdə isə bu sürəti neçə dəfə artırıb? 3 dəfə. Saatın dərəcəsini bildiyimə görə vururam 3-ə. Bərabərdir 1.5. Neçə dəqiqəlik deyil? 1 dəqiqəlik. Onu da üzərinə gəlirəm. 1.5 vurulsun 1. 2 desə 2-yə vurardım. 3 desə 3-ə vurardım. Onda burada olur 120 1.5 bərabərdir 5.5 dəqiqə. İşte gələk 6. Tapırsan ki 5.5 dəqiqə bərabərdir 116,5 115,5 və buradan da tapırsan ki verilən misalda birdən 116 ilə dostlar 115,5. Bunu da dostlar böləndə dəqiqə bərabərdir 21. Bu deməkdir ki sən 21-ci dəqiqədasan hal-hazırda. Neçə dəqiqə bu öz sürətini artırmışdı? 1 dəqiqə. Həmin o 1-i də gəlsin bərabərli 22. Bilirəm bu düstur hissəsi biraz sizə qaranlıq qala bilər. Məqsəd burada düsturu sizə əzbərlətmək deyil və yaxud da ki digər hissə deyil. Sadəcə olaraq istəyərdim ki sizin üçün daha faydalı olsun və daha tez tapasınız. Yəni məqsəd buradadır. Bu dediyim şeyi bax düsturu burada digərində tətbiq eləyə bilərik. Mən istəyirəm buradan bax yazım. Y bərabərdir 5.5 dəqiqə üstə gələk 6A. Bax Y-i tapmışam. 14.00 yəni 2 vur 30 deməkdir. 60. Bərabərdir 5.5 dəqiqə üstə gəlinsin. 6 vuraq. Neçə dəqiqə deyir? Bu 200 dəqiqəyə baxmıram. Bu mənim maraqlı deyil. 6-nı vururam 3-ə. Bunu da üzərinə gəlirəm, dəyərli dostlar. 5.5 dəqiqədə, bax bura dəqiqə olan hissəsidir. Bu tərəfdə saat. Bir daha xatırladıram. 5 dəfə demir. O 0.5-i vururam 5-ə. 2.5. Neçə dəqiqəlıq deyir? 3 dəqiqəlıq. Onda olur 3 vurulsun 2.5. Bu tərəfi toplayıb çıxsaz 5.5 dəqiqə bərabərdir. 49,5 eləyir burada. Tapırsan ki dəqiqə bərabərdir 9. Bax bu aldığın 9 hal-hazırda. Əvvəl biz deyirdik xarab saat, nəm real saatda. İndi bu 9 dəqiqanın üzərinə neçə dəqiqə ləngitmişəm? 3 dəqiqə. Həmin o 3-ü gəlsəm yenə birbaşa alıram 14-12. Siz bunu bayaq dediyim qayda ilə də eləyib misalı rahat formada tapa bilərsiniz. İndi keçid edirik digər bir sual tiplərindən biri olan və sizlər üçün maraqlı ola biləcəyini düşündüyüm digər bir suala. Ekranın sağ tərəfində gördüyünüz sualdan söhbət gedir hal-hazırda. 10-cu sual. Qeyd edim ki, bu sualla biz yenə mart ayında rastlaşmışıq.
Bu imtahan istədim sizə son keçirilən mart ayındakı qəbul suallarından bəziləri ilə tanış edeyim. Bu sağ tərəfdə gördüyünüz sual da odur. Bir çox tələbənin imtahanda əgər əvvəlki bizim imtahandan əvvəl paylaşdığımız videolara baxsa, bununla bağlı bir neçə dəfə bizim izahımız olub. Amma baxmayan dostlarımız da yazanlar var təbii ki. Amma baxsaydınız, bəziləriniz bunu daha çox tez rahat tapa bilərdiniz. Əksər dostlarımız demək olar ki, yaza bilməyib. Niyə? Nə əlaqəni soruşduğunu başa düşməyib. Qeyd edim ki, siz verilən bu misalda ulduzun güşələrinə baxaraq misalı həll edə bilərdiniz. Bu arada dostlar, videonu bəyənin ki, burada baxıram, bəziləriniz bəyənməmişsiniz videonu. Bəyənin, qoy daha çox auditoriyada yayılsın, daha çox insanlar faydalana bilsin. Bax, bu hissədə güşə sayını sayıram. Bunun 12 dənə güşəsi var. Bunun 3, bunun da 3. Ən rahat misaldır deyərdim. Yəni güşə sayı dostlar, bu gördüyünüz hissələr 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bunda 3'dür. Bunun 6 güşəsi var. Bunun 4 və bunun 8. Verilən misalda həmçinin bunun da güşə sayı 12, 4 və 6'dır. Sağ tərəfdə də güşə sayı var 5, 8 və 5. İndi buranı cəmi eləyir 18 və buradan sol tərəfdən yazın. Birinci də məndə 18'dir. İkinci də məndə 18'dir. Üçüncü məndə 22'dir. Dördüncü də məndə 18'dir. Götürüb burada sağ tərəfdə axtarıram görüm hansında 18'dir. Baxın, birincinin 18 kəsişmə. İkinci 18'də kəsişib. Üçüncü kəsişib 22'də. Dördüncü də kəsişib 18'də. B bəndi. Mart ayında yəqin ki, qəbulda olanlar bu sualı xatırlayar. Rahat bir misal idi tapılması. Növbəti bir sualla sizi tanış eləmək istəyirəm. Digər bir sual bu sol tərəfdəki ədədlərlə, fiqurlarla bağlı olan sualdır. Keçən səfər də elə misal tipi deyəndə bizə hər dəfəsində qəbula düşən sual tipi sırf məsələ olaraq deyil. Sırf bu da var. Mən nə edə bilərəm? Yazı bir-birindən fərqli natural ədədlər artma sırası ilə düzülmüşdür. İlk ikisinin hasili 16, son ikisinin hasili isə 225'dir. Və 225'in vuruqlarını tapa bilərdiniz siz misalda olarkən. Onun vuruqları dostlar 45 vurulsun 5 var. 75 vurulsun 3 var. Daha sonrasında var. Verilən ədədlərin içərisində 25 vurulsun 9 var. Və 16'nın da hasili 8 vurulsun 2 var. 16 vurulsun 1 var. Və başqa heç nə yoxdur. Özü dostlar, natural ədədlər və bir-birindən fərqli. Mən əgər burada 8 ilə 2'ni, buradan da 25 ilə 9'u götürsə, mənim cavabım ödür. Niyə? Deyir, ilk ikisinin hasili ilə 8 ilə 2. 2, 8, 9, 25. Artma sırası ilə düzsəm, 2'ni, 8, 9 və 25'in cəmini soruşurdu bizdən. Bu deyirdi 44. Digər sual tiplərindən bəzilərinə keçid eləmək istəyirəm. Qeyd edim ki, burada bir-birindən maraqlı suallar var ki, həmin o suallardan biri də ekranın sağ tərəfində və mənə görə qəbula düşmüş ən çətin suallardan biri adlandırdığım bu sualdan gedir söhbət. 25-ci sualdan. Hələ mən misala başlamamışdan əvvəl bəziləriniz videonu dayandırıb, misalı həll eləyib, aşağı hissəsindən cavabını yaza bilərsiniz. Qeyd edeyim ki, bu ekranda gördüyünüz sual 2022-ci ilin, mən də 2002 yazmışam, aprel ayının qəbul sualıdır. Mənə görə ən çətin suallar, qəbullardan biri də 2022. Düzdür, əvvəlki dönəmdəki qəbullar daha asandır, nəinki indiki. Bu qəbul da öz sırasında daha çətindir. Demək dostlar, bax bu gördüyünüz hissədə kənarda yerləşən, buna deyim birinci fiqur, buna deyim 2, buna deyim 3. Bax bu gördüyünüz ikinci fiqur saat əqrəbi istiqamətində dostlar, bax bu çöl tərəfdə saat əqrəbi istiqamətində bu kvadratın ətrafında dövr eləyir. Yəni bax bu 6 xananın. Necə dövr eləyir ki, müəllim? Gəlin baxaq. Bax, yəni bu deməkdir ki, bax bu kvadrat dostlar, fikir verin. Buna demişdim 2. 2'nin də hanı? Deyir, gəldi bura.
Biri isə saat əqrəbinin əksinə hərəkət edir. Deyir, gəlir bura. 1, fikir verin, bu da 2. İndi 2, bir burada. Bir növbət səfər gəlir 2-nin yerinə. 2-nin yeri qalxır, 1-in yerinə. Hələ biçərini izləmirəm o bu arada. İndi 2 növbət səfərində nə edir dostlar? Çıxıb çölə, gəlib dayanmalıdır, bax burada. Bir də öz sırasında. Artıq yol yoxdur, gəlib neyin dayanır? Bax bu hissədə. O Y bənd olur, Y bənd olmana. Y-dən sonra qara yenə bir addım gəlir sağa. Dayanır burada. Digər hissədə isə bax gördüyünüz ağ misal isə gəlib sağ tərəfə dayanır, bax burada. Nə olduğu kimi də yazılır. Və bu istiqam fikir verin dostlar. 2, 1, 2, 1. Da yenidən 2-nin getməyə yolu yoxdur. Gəlib düşür, dayanır bunun sağ tərəfində. Baxın deyir burada. Bir də gəlir bura. Heç nə. Ətrafında dövr edir. Daha sonrasında digər səhv xatırlamıramsa yanvarda da ola bilər, dekabrda da ola bilər. Qəbula düşmüş digər sual tiplərindən biri də buydu. Hal-hazırda sizin gördüyünüz. Qeyd edim ki, dostlar, bizim bu marafonumuz gələn həftənin 5-ci gününə qədər davam eləyəcək. Yəni ayın 20-sinə, hətta 21-i də ola bilər. Ona görə bildirişləri açın ki, burada aşağıda bildiriş düyməsi var. Siz belə dərslərimiz olduqca məlumatlı olun. Bir çox sualları seçmişik zaten sizlər üçün. Sizlərin daha yaxşı başa düşməyiniz üçün. Bugünkü mövzularımız biraz rahatdır ki, sizlər daha yaxşı başa düşəsiniz bəzi şeyləri. İlkin anlayışlı olaraq və yenidən nə kimi suallara rastlaşa bilərsiniz və bilmədiyiniz, görmədiyiniz suallar sizə göstərəcək. Bu 22-ci sualda yazır 103 ilə 2 rəqəmin əlaqəsi var. 100 ilə 2 necə əlaqələndirmək olur? Birinin üstünə gəlib 0, üstünə gəlib 3-ü, eləyib 4. 2-nin nə idi? Kvadrat. Baxın, 1 üstə gələk 2, üstə gələk 6, 9. 3-ün nə idi? Kvadrat. Yəni, verilən misalda 4 rəqəmi ilə bağlı, yəni cəmi neçə olmalıdır? 16. B bəndi. 5 üstə gələk 2, üstə gələk 3. Demək ki, daha sonrasında bu son zamanlar aprel ayındakı qəbulda da, fevral ayındakı qəbulda da düşən tərəzilərdən biri bax budur dostlar. Mərkəz nöqtəsini tapıram, qolların sayını yazıram. 1, 2, 3, 4, 5. Həmin proses, bu iştiriklərin adı qoldur. Həmin prosesi sağ tərəfə də yazıram. 1, 2, 3, 4, 5, 6, 7. Hissəsində buranı yazmağa ehtiyac yoxdur. İndi bu 5-i vururam 6-ya. Üzərinə gəlirəm. 3 vurulsun 4. Bu da bərabərdir. 3x üstə gəlir. 6 vurulsun 4. Bu 6 vurulsun 4-ü sola keçirirəm. Olur 3x bərabərdir 18. X-imin qiyməti isə bərabərdir 6-ya. Yəni, bura bir dənə 6 yazsam, tərəzim neyinir? Tarazlıqda olur. Bu qəbulun içərisində, səhv etmirəmsə, ən çətin elə hansı sual var ki, onu daha rahat tapaq. Bu, gördüyünüz sol tərəfdəki şifrələmədir. Akrobat yazıb. Demək olar ki, bizim tələbələrin əksəriyyəti artıq bu sualın cavabını əzbərdən bilir ki, bunun cavabı, məsələn, filan variantını demirəm. Bu tip suallarla biz əsasən, bu da gördüyünüz şifrələmədir, kodlaşdırmadır. Burada qalın dostlar, sizə son keçirilən Dövlət Qulluğunun qəbulunda qəbula düşmüş həmin o şifrə məsələsində göstərəcəm ha bu arada. Hansını? Bir çoxunuzun imtihanda yaza bilmədiyinizi. Görəsən hansı şifrə idi o? Birazdan. Görək hansıymış ki son yazmamız. Amma belə deyim ki, həqiqətən son keçirilən qəbulda düşən qəbul sualı çox çətin idi. Verilən bu misalda yazıb akrobat, diabet.
Bu yazılan dostlar, bax, üzərinə rəqəmlərini yazıram. 1, 2, 3, 4, 5, 6 və 7. Bax, bu 1, T-nin yanında yazılan 1. Bir o deməkdir ki, birinci hərf A-dır. Və yanına yazılan T isə onun kodunu göstərir. Kodu T-dir. Evet, dostlarımızdan biri yazıbdır ki, bəs şeydir. Burada deyir, müəllim, axırıncı qəbula düşən fərqli idi. Ola bilər ki, bəlkə də siz özünüz hazırlaşmışsınızsa, bəzi şeylərlə bağlı məlumatınız olmayıb, amma o demək deyil. Qəbullarda dostlar standart və şablon suallar olur. İndi sizə göstərəcəm görək hansıymış. Bax, bu verilən misalda da P-nin, yəni 2 nə deməkdir? Yəni K-nın kodu. Təbii ki, bunu belə tapmağa ehtiyac yoxdur, bir-bir oturur. Bizə ehtiyac deyil. Bunu sildim. Mənə T1 yazmayıb dostlar burada. Bax, T1. T məndə burada da var. Üçüncü hərfdir. Üçüncü hərf nədir? A. T burada da var. Birinci hərf A. Yəni bu deməkdir ki, sənin birinci hərfinə nə başlamalıdır? A-la. Bura nə yazıb? 2. Bu həm də sırasını göstərir. Dostlar, D hərfi. D hərfi məndə nə var? Siz diqqətlə baxsanız. Bax, yuxarıda D fikir verin. Burada 5-ci hərfdir. B. Burada isə yəni eyni şeyi bildirir. Orada 5, burada 4 nəyi yazır? Yəni demək istəyir. Hə, dostlar, internetlə bağlı problem vardı. Dəyişdim artıq onu. Aha, düzəldi. İşıqlar söndü burada. Amma dərs davam edir hələ də. Öz internetimi açdım. Sıxıntı yoxdur. İndi verilən bu misalda bunu tapdığım zaman ab, bir dənə abla, bax, abzas var, abreç var. D getdi, B getdi, C getdi. İndi nə yazıb burada? Q3. Q hardadır burada? Baxın, deyir yuxarıda var. R hərfi. Olur A, B, R. O da hansı bənddir? Y bəndi. İndi gəlin sizə son qəbula düşmüş həmin o sualı göstərim. Görəsən hansı sualdır? İndi dostlar, ekran qaralır, siz ona fikir verməyin. İstəyirəm sizə son qəbulun sualını göstərim ki, sizin üçün də biraz maraqlı olmuş olsun. Özünüz də baxasınız və onu görəsiniz ki, ay aman, həqiqətən çətin idi bu arada. Məsələn, dostum Kərim orada yazıbdı ki, deyib, mənim axırıncı qəbula düşən sual həqiqətən bildiyim bizim vaxtımızı aparırdı. Görək o hansı sual imiş. Səhv etmirəmsə, mənim verici sınaq toplumda o. Hə, neçənci sualdır? Aha, 29-cu sual. Söhbət gedir dostlar, ekranın sağ tərəfində gördüyünüz bu sualdır. Son keçirilən dövlət qulluğunun qəbulunda bax, sizə düşən sual tiplərindən biri buydu. Bunu bu tərəfdə açım ki, daha rahat olsun. Yəqin bir çoxunuz imtihanda bunu yazmamışdınız. Bəlkə də fikirləşmişdiniz ki, nə var sən? Həqiqətən misal özündə bir çətinliyi ehtiva eləyir. Eləməyinə. Dəsə internet düzəldi dostlar. Qoy mən internetimdə. Hal-hazırda mən interneti düzəltdim. Və bu hissədə, bu sağ tərəfdə görək bu nə? Görək bu hansı şifrə məsələsiymiş ki, bunu çoxsu yazıb. Qayıtdım dostlar öz internetimə, işıqlar keçib burada. O deyilələ Wi-Fi aktivləşməyib. Bax dostlar, yazıb səbət. Normalda biz bu kodlaşdırmanı hecalarla olanı bilirik. Daha sonrasında hərfin hərflə, rəqəmlə kodlaşdığını bilirik. Amma burada həm hecaların, həm hansısa bir hərfin, həm heca olmayan hansısa bir birləşmənin belə kodu olur. Bax, bu gördüyünüz misalda, məsələn, görürsünüz, deyə bilərsən ki, müəllim, buna qarıb heca ilə kodlaşdır. Bax, görürsən, burada maksimum heca sayı nə qədərdir? Öv, sə, lə, mə, ta, nət. Amma fikir verin, burada maksimum 3 hecadır. Amma burada 4 dənə kod var. Bu nədir belə? Onda gəlin deyək də bu nədir? Demək, dostlar, burada, məsələn, ola bilər səni bir kodlaşdırıb. B hərfin 1, ət sözündə 1. Yəni, ət hecasında 1. Yəni, həm hərfi kodlaşdırıb, həm hecanı kodlaşdırıb, həm də ola bilər bütöv şəkildə bir sözün özünü də kodlaşdırıb. Bəs yaxşı, müəllim. Mən burada başlayarkən nədən başlayayım? Daha tez tapmaq istəyirəmsə, dostlar, bu əvvəl tapırdıq belə sol tərəfdə olan, məsələn, birinci sıranı götürəndə
Burada görürsünüz 2 dənə nə var? 2 dənə 1, 2 dənə 7. Mən burada diqqətimi nə çəkir? 2 dənə sənin, 2 dənə də nəyin olması? M-ə, yəni mənin olması. Və yaxud da ki, son tərəfdə, baxın, 2 dənə 5 var, 2 dənə də 3 var. Mənim diqqətim nə cəlb edir? Ya lələr, ya da nələr? Ətlər. Fikir verin. İndi mən demirəm, yəni buradakı tez belə bilmirəm hansı lə, hansı ətdir, amma indi bilmək olmur. Bəlkə ola bilər ki, M hərfinin özünə tək kod verər. Əyə 1, məsələn, yaxud da ki, S-nı bir kod verər, Ə-ni 1, bəti də 1 götürə bilər. Bəs indi nə edək? Verilən bu hissədə siz diqqətlə baxsanız, dostlarımızdan biri hətta variantı yazdı artıq. Bax, burada ən çox istifadə olunan fikir verin 1-dir. 2 dəfə öndə istifadə olunur. 2 dəfə də ortada. Görəsən, hansı hecə oladır və ya ki, hansı birləşməmədir? Baxın, sə. Deməli, sənin kodu neçədir? 1. Onda sənin kodu 1-dirsə, mən artıq səbətlə sələm sözündə, yəni bunlardan biri ya 157, biri 123-dür. Bəs mən onu hardan bilim? Baxın, sonu 3-dən qutaran 123-də var, 7893-də var. Mən M hərfi sonda yoxdur, M hərfi sonda yoxdur axı başqasında. Burada nə var? Ət. Deməli, ətin kodu neçədir? 3. Sənin kod neçədir? 1. Onda sənin kodu 1, ətin də kodu 3-dürsə, məndə onda 123 nəyin kodudur? Səbətin. Belə çıxır ki, B-nın özü təkcə neçəymiş? 2. Verilən bu hissədə. İndi B-nın özü 2-dirsə, sələmə nə qalmış olur? 157. İndi ola bilər ki, burada L-nı tək kod verə bilər, M-i tək kod verə bilər və yaxud da ki, L-yə bir dənə kod verir, digərini. İndi mən, düzdür, misalın cavabını əzbər bilirəm bilməyinə. Sadəcə olaraq, mən burada yanaşıram, deyirəm, L bir dənə ola bilər, M bir dəfə ola bilər. Yəni, bu misalın həllini bilibsə, izah eləmək məqsəd deyil. Məqsəd burada sən necə yanaşacağını sənə öyrətməkdir. Yoxsa mənim nə işimə qalıbdır ki, mən sənə burada nəsə göstərim. Özdə barədə dostlar, mən sizə məntiq öyrətmirəm ki, mən sizə məntiq işlətməyin yolunu öyrədirəm. Maşallah, hamınızın məntiqi artıqlaması ilə mövcuddur. İndi bax, bu hissədə siz diqqət etsəz, bax, 7 sonda bir dəfə var, əvvəldə də 2 dənə. Sizcə nədir bu? M-nın özü, təkcə koduymuş, bax, M-nın özü. Həm də 5 yazmayıb, sonda 5 olan, bax, L-lər. L-lərin özü sonu 5 imiş. Onda L özü 5 deməkdir. M 7-dirsə, M-lar 7 ilə başlayan kodlardır. Mən M, S, L. Bilirəm ki, sonu artıq 2 və, daha doğrusu sənin kodu 1 və bir də L-nin kodu nədir? Mən də 5 ilə qutaram. 1 ilə 5 ilə qutarsın, əvvəl də 7 ilə. 7815. Deməli, 7, 8, 1, 5. Onda Ə-nin kodu nədir? Ə özü təkcəymiş. Onda bu Ə özü təkcədirsə fikir verin. M, 7, Ə, 8. Tanın da özü koduymuş. 9. Ətdəki 3'dür. Onda batan sözündə mənim artıq tanım özlüyündə bilirəm ki 9 deməkdir. Sonu 9 ilə qutaram. B-im 2 deməkdir. A-nın da ki öz kodu var 6. İndi o yazı və səbahət. Bax, mən buradan demək olar ki tapmışam. Bir dənə bu hissəm qaldı. Hövsələ. Hövsələ də 415'dir. 415. İndi səni bilirəm. 1. B-nı bilirəm. 2. A-nı bilirəm. 6. Əti də bilirəm. 3. B ilə A getdi. Qalıb C ilə D. Bəs niyə mən burada D-ni götürmürəm? Çünki 4 məndə dostlar hövün kodudur. Höv. Məndə isə burada təkcə H-dır. Deməli, mənə yeni bir rəqəm lazımdır. Yəni, nə? 0 ola bilər. İstifadə etmədiyim hər hansısa digər bir rəqəm ola bilər. Hər hansısa bir hərf də ola bilər. Hərf veribdirsə. Bu sualın özü bilirəm. Sizin üçün biraz çətin olsa da, həqiqətən misalın özü çətindir. Bu son keçirilən qəbulda düşən həmin o, bəli, şifrədir. Bilirəm, çətindir misalın özü, amma siz istəsəz
bunu daha da asanlaşdıra bilərsiniz. Təbii ki, daha sonrasında keçid edəcəyik sizinlə bərabər digər bir maraqlı suala. Qeyd edim ki, siz o sualla bəlkə də artıq bir neçə dəfə rastlaşmısınız. Bu gördüyünüz hissədə sağ tərəfdəki sualda da baxın, belə bir rebus verib burada. Sağ tərəf hissəsində. Yazıb 4, 3, 5. Hərəsi də fərqli-fərqli fiqurdadır. Bu kimi misalda hər birisi fərqli-fərqli bir fiqurda olduğu zaman ilk ağlınıza nə olmalıdır? Tələsmədən bunlara baxmaq. Demək, üçbucağın işi nədir? Baxın, üçbucağın işi 4-dən 2 alıb, altdan da 3. Neyini? Bölüb 2. Bölüb 2. 3 dairənin içində dairənin işi nədir? 2-yə vurmaq. Əgər dairənin işi də 2-yə vurmaqdırsa, onda bu misalda kvadratın da işi nədir? Baxın, 4 bucaqdan plus al, 7-ni al. Nə edir? Üstünə 2 gəlir. Deməli, kvadrat 2-nin üstünə 2 gəlsəm 4. 3 bucaq 2-yə bölür 4. Dairə də 2-yə vurur, yenə 2. Yenə də 4. Olur 444. C bəndi. Növbəti bir maraqlı sualla sizi tanış eləmək istəyirəm. Qeyd edeyim ki, mən bu sualı izah eləmişəm əslində keçən səfər mart ayında. Sualın özündə də burada bir çıxılan səhvlik də var. Görəsən nə səhvlikdir o elə. Bu sağ tərəfdəki sualı sizlərə vermək istəyirəm özümdə. Qeyd edeyim ki, siz bu sualla mart ayındakı qəbulda kimlər iştirak edibsə rastlaşıb. Biz bu sualla son keçirilən verginin qəbulunda da rastlaşmışıq. Bu arada hətta cavabları da eyni idi birəbir. Sadəcə olaraq bu sualı əsasən niyə diqqətinizə çatdırıram? Bu sualı mən təsadüfən 3 dənə cavabın üçünü də düz götürmüşəm. Normalda həmişə belə səhvliklər eləyən deyilik. Sadəcə olaraq olur ki, bu səhvliyin də əsas məqsədlərindən biri odur ki, görək bu sualı tələbələrdən kimlər evdə işləyərkən götürüb bunları tam yaza bilir. Bax, verilmiş kubun düzgün qapanış forması olmayan variantı müəyyən edin yazıb. İlk işim nədir? Qarşı və qonşu üzləri tapmaq. 3 ilə B bir-birinin qarşısıdır. Variantlarınızı yazın ha dostlar. 2 ilə C bir-birinin, A ilə də 1. Burada elə məsələn bir variant yoxdur ki, mən götürüb qarşı üzlərə görə misal tapım. Bəs yaxşı müəllim. Nəyə görə mən bu misalı tapsam mənə daha rahat olar? Verilən bu hissədə, dəyərli dostlarım, ya duruşlara görə misal tapa bilərsən. Deyir özdə gör nə yazıb? Qapanış forması olmayan. Qapanış forması olmayanlardan biri 1'dir. Deyə bilərsən niyə? A-nın nəyağı C-nin başına baxır. Burada A-nın nəyəqara baxır C-nin? Kürəyinə. Bu kimi misal etməysənsə aşırtma əməliyyatı eləməlisən. Bax, bunu bura aşırdanda fikir verin. Bir ox çəkdim. Ox nə istiqamətindədir? Saat əqrəbinin əksinə. Kimsə aşırtmanı bilmirsə, yəni bu deməkdir ki, sol tərəf aşağı aşırdanda saat əqrəbinin əksinə. Onda bax, bu 3 gəlib yerləşir burada. Daha sonrasında bu 3 ağzı sağa baxır. Daha sonrasında isə bu 3 ağzı yuxarı baxır. Digər hissədə isə bu beyni aşırdanda. Bax, dediyim kimi adam var aşırda bilmir də, çətinlik edir. Bax, elə bil, bax, bunun bu hissəsini bura birləşdi. Bir dənə də ox çək. Nə istiqamətidir? Saat əqrəbinin əks istiqamətində. İndi B-nin ağzına baxacaq. Aşağı. B-nin ağzındara baxır. C-yə tərəf. B-nin ağzındara baxır. Ağzı. Yuxarı tərəf. İndi bu hissədə bunu etdiyim zaman ilk edəcəyim iş nədir? Bax, fikir verin. Birin yan tərəfi B-nin başına, birin başı. Bu düzdür. Axtardığım variant deyil. Digər hissədə, bax, deyirəm 2-nin altına nə baxsın? 3-ün başı. Səhv olan şeylərdən biri nədir? 3. Niyə? Çünki 2-nin ayağı, baxın, aşırtmadan tapmaq olar da bu misalı. Bir də bax, bu gördüyünüz B-nin
Məsələn, belə deyirəm, B-nin baş tərəfi baxsın, birin kürəyinə, baxın. B-nin ağzı da C, və düz 4 də deyil. Bəs digər səhv şeylərdən bir nədir? 5. Bu misalın, məsələn, 3 dənə cavabı var. 1-dir, 3-dür, 5-dir. Baxırıq ki, bəs bu müəllim niyə? Bəs mən nə götürüm burada? İndi mən 5-ci nəzər almamışam. Dediyim kimi, bunda belə düzəltməkdə bir neçə məqsədim vardı ki, görək kimlər bu videolara baxır və baxandan sonra nə kimi testləri köçürür. Ona görə dostlar, belə suallarda səhvlik olduğu zaman fikirləşməyin ki, sual səhvdir. Müəllim bizə 3 dənə variant olan sualı izah edib. Yox, sən dostlar elə gəlir. Hər şeyin bir siyasəti var dostlar. Bu da o siyasətdir. Demək, indi keçid edirik digər bir suala. İstəyirəm sizlər üçün də maraqlı olacaq. Bayaqdan deyirəm, maraqlı olacaq. Sizə deyirsək, bunların hamısı maraqlıdır. Bəli, bilirəm. Hamısı maraqlıdır. Bu tapmaca tipli cədvəllə bağlı istəyirəm məlumat verim. Demək olar ki, bu sual qəbula düşərkən bir çox tələbə tərəfindən tək bir adam tapmışdı, deyərdim ki, bu gördüyünüz sualı heç aklıma da gəlməzdi. Görəsən nəyə soruşur? Bax, dostlar, əslində birinci və ikinci misalda o dediyi qayda ödəyir, hətta 3-də də ödəyir. Amma 4 ilə 5-də ödəmir. Nətər ki? Demək, rəqəmləri cəmin toplayır, hamısı 45-dir. Burada 45-dir, burada 45-dir, burada 45-dir. Necə? 5 ilə 6, 11, üstə gələk 3, üstə gələk 13, üstə gələk 9 və üstə gələk yenə 9. Eləyir neçə? 45. Demək, mən burada buranın 11 olduğunu bilirəm. Burada 11-dir. Bura 7-dir. Bura 9-dursa, bura mən deyilir 38. Mənə nə lazımdır? 7. Bu 7-nin özü təkdə ola bilər. Və yaxud da ki, nə bilim, 70 də ola bilər. 61 də ola bilər, hər şeydə. Cavabda B bəndi var. Əslində, imtihanda olarkən bəzi dostlarımız bunu necə tapmışdı? Tələbələrin dediyini deyirəm sizə. Burada gördüyünüz misalda dostlar, 1-dən 9-a qədər ədədlərin hamısı iştirak edir. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Baxın, aşağıda da ödəyir. Amma bu ikisini də ödəmir o. Çünki niyə? Artıq 1-dən 3'ü 2 dəfə istifadə edir. Bu sual, məsələn, 2024-cü ilin avqust ayının qəbul sualıdır. Və mən deyərdim ki, ən çətin suallardan da biri buydu, imtihanda olarkən. Bu cədvəl mövzusu ilə də bağlı bizə qəbulda bir neçə dənə sual düşə bilir. Ümumiyyətlə 3 və 5 arası sualla siz rastlaşa bilərsiniz. Söhbət isə bundan getmir. Bunun toplaması da ola bilər, digər hissəsi də ola bilər. Sizə bugünlük son bir sual da göstərirəm. Sabahçı marafonumuzda dostlar, axşam saat 22:30-da başlayacaq. Onu nəzərə alın. Ya 22:30-da da 22:00-da biraz önə çəkəcəyik bunu. Hamınızın qoşulmağı şərtdir. Bilirəm, digər dərsləriniz də ola bilər, amma məncə məntiq bunların içərisindəki ən gözəl dərsdir. Dərs keçməkdən doymuruq da. İndi gəlin bu sağ tərəfdəki suala da bax. Bu sualla biz ilk dəfə 2023-cü ilin martında rastlaşmışıq. Daha sonrasında bunun aprel ayında qəbula düşdü. Daha sonrasında may ayında qəbula düşdü. Sonra yoxa çıxdı. Bir də biz bu sualı görmüşük. Bu ekranda gördüyünüz sual. 2024-cü ilin fevral ayının qəbul sualıdır. Burada fiqurların eyni formada içərisinin olmasının bir məqsədi var. O da bilirsiniz nədir? Yəni demək istəyir ki, bunlara eyni bax. Onda verilən misalda baxın 14, 17 və burada yerləşən 19. Bu üçün bir yerdə toplayanda neçə eləyir cəmi? 50. Fikir verin, 10, 24 və 16 cəmi neçədir? 50. 42 ilə 8 cəmi neçədir? 50. 32, 12 və bir də ki 6 deyib bu üçün. Cəmi neçədir? 50. İndi mənim 33'üm var, 11'im var. Nəyim çatışmır? Bir dənə 4'üm. Daha doğrusu 6'ım. Yəni bunlar ilə 44. Məndə nə çatışmır? 6. Nə rəngdə? Elə boz rəngdə. 6 ilə 44
Bir də sizlərə özünüzün ən sonda etməyiniz üçün burada bir misal buraxacağım. Hal-hazırda bu ekranın sağ tərəfində gördüyünüz sualdan gedir söhbət. Bunu da bura buraxıram. Əgər videonu bura qədər izlədinizsə, mütləq şəkildə kanalımıza abunə olun. Videomuzu bəyənərək dəstək olun ki, dostlar, digər dostlarınız da sizdən faydalansın. Son bir misal olaraq da bunu sərbəst misal kimi bura buraxıram, 31-ci sualı. Bunu yazarsınız. Gələn dərs başladığımız zaman da həmin bu sualdan başlayacaq. Qeyd edim, gələn dərs sizlər üçün bir-birindən fərqli suallar olacaq. Burada həmçə oyun tipli suallarınız olacaq. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Hər birinizin gecəsi xeyrə qalsın.